Hər kəsə salam uşaqlar. Bu gün sizlərlə bir yerdə sizdən gələn lintləri oxuyacağam. Görüm YouTube kanalıma gireyim də. Görüm mənə nə lintlər gəlib. Lintləri həm cavablandıracağım, həm də lintləri oxuyacağım. Kanalıma girim uşaqlar. Baxın. Baxın girdim kanala. Kanala girdim. İndi shortsa gedək. Mən bir daha test videonun kodunu aldım. Aha. Göl videosundan gələn lintləri oxuyuram. Biri yazıb ki, Bəhram, siz bu ağınla YouTuber olacaqsınız, mənə deyir. Gələcək görəcək kimin nə olacağını inşallah ki. Yəni sənə mən belə bu cavab verərəm, ancaq yəni zaman mən də yazmışam ki, ona uşaqlar zaman göstərəcək kimin nə olacağını. Fikir vermirəm, burası belə. Biri də hələ özü atıb, özü də gülmək stikerləri atıb. Özü atıb. Bu özü eləyib. Getdik o bu sosiallara baxaq görək nə gün şeylər gəlib. Aha. Biri yazıb ki, Dilqəm Kərimli 9340. Dilqəm Kərimli 9340. Düzgün yaza bilmə videosu gəlsə yaxşı olar. Yazıb. Yazmışam uşaqlar necəsiz? Bugün kanala nə videosu gəlsin? O da yazıb ki, düzgün yaza bilmə videosu gəlsin. Gəlsə yaxşı olar. Yəni nə bilim, ola bilər. Mən də insanam da, yəni uşaqlar, yəni robot deyiləm də, ola bilər. Yəqin bir hərf yemişəm. Yəni bu hər bir insanda ola bilir. Yəni istəyir müəllim olsun, istəyir kim olur olsun, yəni uşaqlar bu hamıda ola bilir. Bir hərf yeyəndə nə olur ki? Düzgün yazıb ki, ona bax. Düzgün yaza bilmə videosu gəlsə yaxşı olar. Sən Allah, xoşun gəlmirsə kanala baxma, yəni məcbur deyilsən. Biri də yazıb ki, ən ucuz abur cuburları mən video çəkmişdim, ən ucuz abur cuburları yoxladıq. Biri də yazıb ki, mənə Bayram 056 get özünə hörmət elə. Mən də ona yazdım ki, salam, mən ona dedim ki, salam birinci, sən özünə hörmət elə. Mən nə eləyirəm, yəni sənə nə edirəm, gedişinlə məşğul bildin, indi bir bizim duxu var, bura nəsə yazsın, pis söz yazanlara deyirəm, görün nə edirəm. Siz mənə ağıllı olun, bildiniz indi. Yazmışam ki, siz ağıllı olun, bildiniz indi. Bir də yazıb ki, Tuncay adlı, məzələnmə. Qaqa, bu nə videodur? Adam kimi video qoy. Mən də ona yazmışam ki, yaxşı, pisdir ki video. Demişəm ona, pisdir ki video. Yəni bəyənmirsən, baxma. Məcburiyyətdən deyil. Yəni mən heç kimi yəni eləmirəm ki, yəni məcburdur mənim videoma baxmaq. Mənim üçün yəni məcbur deyil, baxma. Mən sizə demirəm ki, baxın mənim videolarıma. Allah qadam sinir eləyirlər. Hələ biri də yazıb ki, Hüseynlə dağa çıxmışıq. Ya bir də Sevinç Abbasov gülmə işarəsi atıb. Burada çox gülməli şey var. Sevinç Abbasov 94. Çox gülməli şey var. Çox güldüm ey Allah. Ürəyim partladı gülməkdən. Get, əgər bəyənmirsinizsə, bu pis yazanlara deyirəm, baxmayın mənim videolarıma. Mən sizə demirəm ki, mənim videolarıma məcbursunuz mənim videolarıma baxma. Qardaş, baxmayın da videolarıma, baxmayın. İstəmirsinizsə baxmayın. Mən sizə nə deyim? Mən sizə nə deyirəm ki? Baxmayın da mənim videolarıma. Elə bir məcbur deyə Allah haqqı. Girək bura. Aha, video atmışam. Biri yazıb ki, Süleyman Yaqublu şey videomdur, salat hazırladım videosudur. Birazdan yeni video gəlir. Yazıb ki, nə idi onun adı? Süleyman Yaqublu I9 W belə şey atıb, bir də ki belə mən belə bir şey atıb. Qoyacağım doğru uşaqlar baxarsınız qıraqdan. Əlfəzə qışqırtma elədim. Bu heç. Sonra nə gəlir?
yorum atıb. Uşaqlar. Yəni ki, bu qədər. Sizdən gələn linklərin hamısını oxudum. Yəni ki, uşaqlar, mən sizə deyim də, yəni telefonu söndürərək söhbət edim sizlərlə. Yəni ki, uşaqlar, mən dedim də o pis yazanlar var yorumlara. Da yəni nə bilim, xoşun gəlmirsə, yəni məcburiyyətdən deyil. Bu kanal mənimdir, yəni. Burada da qanunları mən qoyuram. Yəni kim nə izləyicilərim, nə videosu istəyirsə, yəni mən onlar üçün çəkəcəm təbii ki də. Yəni o istəməyən getsin izləməsin. Yəni mən məcburiyyətdən demirəm, gəlsin mənim kanalımı izləsin. Mən demirəm, mən sənə məcburiyyətdən demirəm ki, mənim kanalımı gəl izlə. Yəni istəmirsənsə, yəni izləmə, məcbur deyilsən ki, izləməyə. Mən sənə demirəm ki, izlə mənim kanalımı. Yox da məcbur deyilsiz də, yəni. Eləncə yəni məcbur qalıb baxmaqdansa heç baxma mənim kanalıma. Yəni xoşun gəlmirsə get. Burada qanunları mən qoydum. Yəni özüm bilərəm nə videosu çəkirəm. Bir də mənim yaxşı izləyicilərim bilər ki, yəni mən nə videosu çəkirəm ya yox. Əsl odur ki, mən bəzi səviyyəsizlər kimi, yəni tərbiyəsiz videolar çəkmirəm də ən azından. Bu kanal uşaq kanalı. Sadəcə mən burada vloqlar paylaşıram. Maraqlı bir vloqlar olur. Yəni hər gün bir macəra yaşayırıq, özünüz görürsünüz, yəni. Yəni istəməyən baxmaya bilər də, yəni mən demirəm gəlin mənim kanalıma baxın, yəni nə yap bəyənin. Yəni məcbur deyilsənsə baxma da, yəni. Gəlib belə boş-boş sözləri bizdə gedin özünüzü saxlayın. Gedin onun dostunuza falan deyin. Yəni o pis yazanlara deyirəm, yaxşılarını təbii ki də mənim can qurban. Yaxşılar nə video istəsə onlar üçün çəkərəm. Pislər təbii ki siz də istəsəz video çəkərəm, amma ki yəni gəlib belə eləməyin heç yeri adı yoxdur. Bu kanal mənim kanalımdır. Bu kanalda günlük vloqlar olur bu kanalda. Ancaq günlük vloqlar olur. Yəni bu kanalda sən bir tərbiyəsiz bir şey tapsan, gəl vur bu kanalı mənim təpəmə. Bildin indi. Gəl vur kanalı mənim təpəmə. Özün bilirsən ki, yəni mən bu kanalda heç vaxt tərbiyəsiz bir şey paylaşmaram. Heç vaxt əsla. Yəni bu kanal yəni tam uşaqlara aid kanaldır. Yəni vlog kanalıdır. Tam burada daha maraqlı vloglar çəkməyə çalışıram ki, yəni sizlər həm videosuz qalmayasınız. Yəni videosuz qalmaq istəmirəm izləyicilərin videosuz qalsın. Yəni kim istəmir kanalımı izləməyə bilər. Məcbur deyil heç kim. Heç kim mənim kanalımı izləməyə məcbur deyil. Mən heç kimi məcbur edə bilmərəm. Yəni buna da heç kimin haqqı yoxdur ki, məcbur eləsin. Yəni xoşlamırsan, qardaş baxma. Ay bacı, baxma yəni, baxma da yəni. Xoşlamırsan baxma. Mən sənə məcbur demirəm ki, nədir onun adı, da mənim kanalıma bax. Yəni bu boş-boş gəlib o yersiz sözlərinizi yəni yazmayın da yəni kanala. Biri videonu bəyəndi, yəni o videonu bəyənənlərə təbii ki də canım qurban. Onlara mən heç nə demirəm. Nədir onun? Mən bilirəm ki, onlar qarın qurtluğuna elə deyirlər, yəni. Burada qısqanmalıq heç bir şey yoxdur, yəni. Mən çünki yəni heç kimi burada qısqandırmağa gəlmişəm. Sadəcə gəlmişəm buraya YouTube çəkməyə. Burada YouTube'dur, platformdur. Yəni gəlib mənim kanalıma, şəxsi kanalıma, yəni sən videolarına səviyyəsiz sözlər yaza bilmərsən. Heç kim yaza bilməz bunu. Çünki heç kimin elə bir haqqı yoxdur. Heç kimə elə haqq yox, verilməyib. Yaxşıları demirəm, uşaqlar pis olanlara deyirəm. Yəni ki, uşaqlar, o sözlərinizi özünüzə saxlayın. Mən yəni sözümü onu demək, axırı o demək istəmirəm. Kanalıma baxmayın, yəni məcbur deyilsən kanalıma baxmağa. O pis yazanlara deyirəm. Mən nə vaxt ki kanalıma pis, tərbiyəsiz bir video atsam, sən o vaxt gəlib o yorumları oraya yazarsan. Onda mən sənə heç nə deməyəcəm. Həqiqətən mən sənə heç nə deməyəcəm. Onda sən gəlib o yorumlara yazarsan ora, nə istəyirsən deyərsən. Onda mən sənə heç nə deməyəcəm. Bax, dəqiq deyirəm sənə. Mən özüm sənə heç nə deməyəcəm. Bu kanalda tərbiyəsiz bir şey yoxdur. Tərbiyəsiz bir şey olsa təbii ki də yəni heç özüm o videonu atmaram. Yəni ki, gedib yəni ağlınız o başqalarına gedib. Yəni mən onunla deyirəm də, yəni bunu bilin. Nəsə uşaqlar, beləncə səviyyəsizlərə görə özümə əsəbləşdirməyə dəyməz. Kanalıma abunə olub, like atıb, yorum yazmayı unutmayın. Sizləri çox sevirəm. Yaxşı izləyicilərim, bu videonun altında nə video istəyirsiniz, zəhmət olmasa deyin. Deyin, Allah haqqı mən çəkəcəm sizlər üçün. Söz verdim mən sizə. Siz nə videosu istəsəz, bu videonun altında yorumlara yazın. Yorumlara açıq qoyacam, yazarsınız orada. Nə istəsəz videonu deyin, mən də sizə qəşənglə çəkim, göndərim YouTube-a. Sağ olun uşaqlar, kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın. Bay bay. Gələnki videolarda görüşənədək ki, video istəklərinizdə bu yoruma yazın. Mütləq ama yazın. Çünki yəni siz video yazın ki, uşaqlar, mən də yəni paylaşa bilim. Görüşərik.